Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis qarşılaşacaqları komandalar barədə müzakirələr aparıldığını və qərarın bundan sonra verildiyini bildirib. Haiti millisi FIFA reytinqində bizdən 30 pillə öndədir. Əgər qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif komandaya qarşı oynayardıq. Ancaq biz hazırda bunu düşünmürük. Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Eyni zamanda gələcəyin milli komandasını formalaşdırırıq. Santos həmçinin toplanış müddətində futbolçuların oruç tutmasına icazə veriləcəyini vurğulayıb. Mən bu məsələyə böyük hörmətlə yanaşıram. Məşq saatlarını da mövcud duruma uyğun müəyyənləşdirəcəyik. Qeyd edək ki, Azərbaycan millisi martın 22-sində Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək. Kanala abunə olmağı unutma.